Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər, müəllimlər, şagirdlər və biologiya sevərlərimiz. Biz bu dəfəki videomuzda sizlə ABC Akademiyanın 22-ci sınavının testlərini izah verəcəyik. Başlayırıq birinci sualdan. Birinci sualda bizə deyilir ki, bir canlının diploid hüceyrəsində olan xromosom və genləri aşağıdakı kimidir. Buna görə bu canlıda verilənlərin bərabərliyi necə olar? Birincidə deyib ki, bizə gen sayı. Gen sayı, bax bizə hərflərlə göstərilənlərdir. Çubuqların üzərində göstərilən hərflər genləri idarə edir. Baxdığımız zaman 10 dənə hərf var və 10 dənə də gen var deməkdir burada. İkinci bizə xromosom sayını istəyibdi. Xromosom sayı, bax bu gördüyümüz çubuqlar bizdə xromosomların sayını göstərir. Demək ki, 6 dənə çubuğumuz var, 6 dənə xromosomumuz var. Üçüncüdə homoloji xromosom cütünün sayı. Homoloji xromosom cütləri burada 3-ə bərabərdir. Bax görürsünüzmü? Bu xromosomlar burada, çubuqlar cüt-cüt yerləşib. Cüt-cüt yerləşiblərsə, demək ki, 3 dənə homoloji cüt əmələ gətiriblər. Dördüncüdə isə Krasingover getmədən əmələ gətirə biləcəyi qametlərin növ sayını istəyibdir. Buradan Krasingover yoxdursa, Krasingover bu ilişikliyə görə deyək də, buradan 2 növ qamet əmələ gələcək. Burada ümumiyyətlə bir növ qamet əmələ gəlir. Buradan da ya böyükdür ya da kiçikdir əmələ gəlir. Yəni 2 növdə qamet burada əmələ gəlir. 2-ni vuranla 1-ə, vuranda 2-yə, bu da eləyir 4. Yəni dördüncü fikrimizdə 4-ə bərabərdir. Baxdığımız zaman bərabərliyi biz desək, 1 böyükdür 2, böyükdür 4, böyükdür 3 şəklində qeyd edə bilərik. Yəni cavabımız Y bəndi olacaq. İkinci sualda bizə deyir ki, aşağıdakı nəsil ağacında 1 və 2 ilə 3 və 4 eyni yumurta əkizləridir. Buna görə aşağıdakı fikirlərdən hansının doğru olduğu mütləq deyil. Baxaq. Deyir ki, birinci fikirdə 5 və 6 nömrəli fərdlərin qan qrupları eynidir. Bunu biz mütləq şəkildə deyə bilmərik. Düzdür, 1-in qan qrupu 2 ilə eynidir. 3-ün qan qrupu da 4 ilə eynidir. Amma biz deyə bilmərik ki, 1 ilə 3-dən dünyaya gəlmiş 5-in qan qrupu 2 ilə 4-dən əmələ gəlmiş 6-nın qan qrupu ilə eynidir. Bu fikri tam dəqiq deyə bilmərik. Eyni də ola bilər, fərqli də ola bilər. Ona görə mütləq deyil ifadəsi doğrudur. Yəni biz birinci fikri doğru şəkildə qəbul edirik. Bu sualımızın cavabı 3. İkinci fikrə gəlirik. İkincidə bizə deyilir ki, bir nömrəli fərddə homozigot dominant olan bir əlamət 6 nömrəli fərddə üzə çıxır. Bu fikir mütləqdir. Doğru, tam şəkildə doğru bir fikirdir. Amma bizdə mütləq olmayanı istəyir də. Ona görə 2-ni götürməyəcəyik. Yəni bunun izahatını versək, məsəl üçün homozigot bir nömrəli də homozigot dominantdırsa, böyük ya böyük ya, 2-də də bu böyük ya böyük ya var. Çünki eyni yumurta əkizləridir. Və bu böyük ya böyük ya dominant əlamət kimi 6 ilə işarə olunmuş oğlan uşağına bu gen ötürüləcək və dominant əlamət üzə çıxmış olacaq. Yəni bu tam dəqiq bir fikirdir. Ona görə ikincini nə etmədik? Cavab kimi götürmədik. Gəlirik üçüncü fikrə baxanda, üçüncü fikirdə deyir ki, 3 və 4 nömrəli fərdlərin əmələ gətirəcəyi bütün qametlərdə genotip növü eynidir. Düzdür, 3 ilə 4 eyni yumurta əkizidir. Amma ola bilər ki, 3-də Krasingover baş versin, daha müxtəlif formalı qametlər yaransın, 4-də baş verməsin yəni. Ona görə bu da mütləq deyil. Sualımızın cavabı kimi doğru qəbul edəcəyik biz bunu. Dördüncü fikirdə deyir ki, 2 nömrəli fərd 5 və 6 nömrəli fərdlərlə nüvə genləri baxımından eynidir. Baxaq, 2 nömrəli fərd deyir, bax bu 5 ilə 6 ilə nüvə genləri baxımından eynidir. Bunu dəqiq deyə bilmərik axı. Çünki 5-ə 3-dən də genlər gəlir, 6-ya da 4-dən də genlər gəlir yəni. Ona görə dəqiq bunu deyə bilmərik. Yəni bu da mütləq bir fikir deyil. Sualımızın cavabı kimi doğru götürəcəyik və cavabımız 1, 3, 4 Y bəndi olacaq.
Üçüncü sualda bir canlı 5 müxtəlif əlamətə görə maksimum 8 növ qamet əmələ gətirir. Qamet müxtəlifliyini 2 üssü n üstü ilə hesablayırıq. 2 üssü n bərabərdir 8 eləyəndə n bərabərdir 3-ə. Yəni 3 əlamət heterozigot vəziyyətdədir. Mən ən azından böyük A, kiçik A, böyük B, kiçik B, böyük C, kiçik C-ni yazdım. Digər 2 əlamət homozigot vəziyyətdə qalacaq. 5-dən 3-ü heterozigotsa, ikisi homozigot vəziyyətdə qalacaq. İndi məsələnin davamını oxuyuruq. Əmələ gələn qametlərin minimum neçə növü özündə resesiv əlamətə malik gen daşıyar? Minimum deyildiyinə görə yerdə qalan əlamətləri homozigot dominant, yəni böyük D, böyük D, böyük Y şəklində götürəcəm. Maksimum desəydi bunları kiçik D, kiçik D, kiçik Y şəklində götürməli idik ki, əmələ gələn 8 növ qametin hamısına kiçik D və kiçik Y genlər də düşdüyü zaman burada maksimum sayda ne olur? Resesiv gen daşıyan gamet olur. Ama bu şekilde yazanda bu 8 növ gamet əmələ gətirirsə bunun mütləq bir dənəsi böyük A, böyük B, böyük C, böyük D, böyük Y olmuş olur. Bütün əlamətlərə görə dominant olur. Yerdə qalan 7 dənəsinin hamısında nə yazırsınız yazın. 7 növ qametin hamısında. Ne yazırsınız yazın. Ya kiçik A olacaq, ya kiçik B olacaq, ya kiçik C olacaq, ya hər üçü resesiv gen olacaq. Yəni mütləq 8 növ qametdən bir dənəsi bütün əlamətlərə görə dominant gen daşıyacaq burada. 7 dənəsi isə, 7 növü isə nə olacaq? Resesiv genə sahib olacaq. Ona görə 3-cü sualın cavabı B bəndi 7 olacaq. Dördüncü suala gəldiyimiz zaman deyir ki, aşağıda 1 və 2 ilə nömrələnmiş iki fərqli hüceyrə verilmişdir. Böyük A, kiçik A, böyük B, kiçik B, kiçik D, kiçik K, kiçik D və kiçik N xromosomlar üzərində bəzi genləri bildirir. Bu hüceyrələrin xromosom sayı aşağıdakılardan hansında doğru verilmiştir? Mən bunlara xromosom kimi baxsam, görürəm ki, burada xromosomun eyni lokusunda bir əlaməti idarə edən alternativ genlərdir. Yəni hər ikisi A hərfidir də. Eyni hərfdirsə, demək ki, eyni əlaməti idarə edir. Burada da B hərfləridir də. Düzdürmü? Eyni əlamət demək bunlar bir-birinin homolojisidir. Yəni bu diploid xromosom sayı bərabərdir 2-yə. Amma buradakı xromosomlara baxanda bax D-nin qarşısında burada K dayanıb. Yəni belə baxanda K dayanıbdır. Amma D-nin qarşısında K dayana bilməz, mümkün deyil. D ayrı bir xromosomun cütündən gəlib. K ayrı bir xromosom. Eyni ilə T ayrı bir xromosom cütündən gəlib. N ayrı bir xromosom cütündən gəlib. Demək ki, bu haploid xromosom yığınıdır bu. N bərabərdir 2-yə. Belə bir şey olmasa 2N bərabərdir 4 şəklində də ola bilər. Cavabımıza baxdığımız zaman bizdə nə görsənir? D bəndi 2N bərabərdir 2, N bərabərdir 2 şəklində görsənmiş olur cavabımız. 5-ci suala baxanda deyir ki, aşağıdakı nəsil ağacında autosom resesiv bir əlamətə malik olan fərqlər rəngli verilmişdir. Yəni, rəngli olanlara kiçik A-ları mən yazıram. Kiçik A-ları yazıram. Yerdə qalanlara böyük A-ları qeyd edirəm. Böyük A-ları qeyd edirəm yerdə qalanlara. İndi deyir ki, x-ı tap. X-ın da deyir yerinə kvadrat nə işarəsidir? Erkək işarəsidir. Və içərisi də təmizdirsə, sağlam deyir görsənsin. Sağlam oğlan olma ehtimalını tapmalıyıq biz buradan. Mən baxıram ki, bax əsas x-in valideynlərini tapmaqda söhbət düzdürmü? Bax buradan böyük A gəlibsə bu fərdə, kiçik A da ata fərddən gələcək. Oldu böyük A, kiçik A. Buradan da böyük A gəlibsə, anasından kiçik A gələcək. Böyük A, kiçik heç kanallarına baxmıram yəni. Böyük A, kiçik A-nı mən böyük A, kiçik A-nı çarpazlaşdıranda birinci ilə birincidən böyük A, böyük A. Birinci ilə ikincidən böyük A, kiçik A. İkinci ilə birincidən yenə böyük A, kiçik A. İkinci ilə ikincidən isə kiçik A, kiçik A alınır. Baxıram ki, 4 dənə kombinasiyadan 3-ündə dominant gen var, yəni sağlamdır. Bu 4-də 3 ehtimal irəlidir. Oğlan olma ehtimalını da 2-də 1 ilə hesablasaq, 4-də 3-ü mən vursam 2-də 1-ə, cavabım alınacaq 8-də 3. Yəni D bəndi eləyir bizdə 5-ci sualın cavabı.
Gəldik 6-cı suala. Bir insana aid verilən hüceyrələrdən hansı allel genlər cütünün yalnız birinə malikdir? Yalnız birinə malikdirsə, bizə demək istəyir ki, haploidi tapçınan, diploid olsa 2 dənə olacaq. Qaraciyər hüceyrəsi normalda bir nüvəlidirsə diploiddir, çox nüvəlidirsə xromosom sayı artır ümumiyyətlə. Yetkin eritrosit hüceyrəsində ümumiyyətlə xromosom yoxdur. Spermatozoid hüceyrəsi haploiddir, bəli, cavabımızı götürdük. Ana yumurta hüceyrə diploiddir, yumurtalıq hüceyrəsinin özü də diploiddir. Ona görə 6-cı sualın cavabı C bəndi. Gəldik 7-ci suala. 7-ci sualda bizə deyir ki, aşağıda 4 fərqli uşağın qanına anti-A, anti-B və anti-RH damladıldıqda verdiyi reaksiya göstərilmişdir. Bu uşaqlardan hansıları AB RH müsbət və 0 RH müsbət qan qrupuna malik valideynlərdən meydana gələ bilməz. Baxıram birinci uşağa ki, burada anti-A-nı damladıblar, çökmə baş veribdir. Çökmə baş verirsə, demək ki, burada A antigeni var idi. Nə B, nə də D antigeni yoxdur. Ona görə bu qan qrupu A, RH mənfi olur. İkinciyə baxanda B-də çökmə baş verib, anti-RH-da çökmə baş veribdir. Demək ki, bu uşağın qan qrupu B, RH müsbət imiş ki, burada çökmə baş veribdir. Üçüncüyə baxanda görürük ki, ancaq RH-da anti-RH-ı tökəndə çökmə baş veribdir. Demək ki, burada anti-D var ki, D antigeni var ki, çökmə baş verib də. Demək ki, bunun qan qrupu 0 RH nə imiş? Müsbət imiş. Dördüncüdə isə həm anti-A-da, həm anti-B-də, həm anti-D-də çökmə baş veribsə, demək ki, bu AB, RH müsbət imiş. Bu şəkildə. İndi bizim cavabımız nə olacaq burada? Onda AB RH müsbət 4-dür, 0 RH müsbət 3-dür. Yəni cavabımız Y bəndi olacaq. 8-ci suala gələndə deyir ki, genotipi nə bilim hərflərlə olan bir canlı aşağıdakı hansı genotipli fərdlə çarpazlaşanda bütün əlamətlər üzrə heterozigot fərdlərin əmələ gəlmə ehtimalı ola bilər. Ola bilər. Sizin burada fikir verəcəyiniz əsas şeylər, bax bu tip məsələlərdə homozigotlardır. Kiçik B var da, düzdürmü? Bu fərddə. Kiçik B heterozigot genotipli fərd almaq üçün mütləq böyük B geni olan orqanizmlə çarpazlaşmalıdır. Onda kiçik B hansında varsa üstündən xətt çəkdik. A və C variantı buradan getdi. Düzdür? İndi böyük C-yə baxırıq. Burada da bu kiçik C olanla və yaxud da böyük kiçik C olanla çarpazlaşmalıdır ki, nə olsun? Heç olmasa böyük C, kiçik C üzə çıxa bilsin. Böyük C-ni, bax görürsünüzmü? B və Y variantında böyük C-lərlə çarpazlaşdıranda ancaq böyük C-lər alınır. Heterozigot alınmır. Ona görə B və Y variantında sildik. Cavabımız qaldı yerdə D bəndi. Baxanda böyük A kiçik A-la çarpazlaşdıranda böyük A kiçik A əmələ gəlir. Böyük B kiçik B-ni böyük B kiçik B ilə çarpazlaşdıranda böyük B kiçik B üzə çıxa bilər. Böyük C-ni böyük C kiçik C ilə çarpazlaşdıranda böyük C kiçik C üzə çıxa bilər. Böyük Y kiçik Y-ni də böyük Y ilə çarpazlaşdıranda böyük Y kiçik Y üzə çıxa bilər. Bu şəkildə qeyd elədik. 9-cu suala gəlirik. 9-cu sual biraz uzun sualdır. Ona görə ekranımızı biraz balacalaşdıraq ki, burada yaza bilək. Deyir ki, siçanlarda quyruğun uzunluğunu müəyyən edən 3 cüt gen var. Polimeriyaya aiddir bu. 3 cüt gen var. Bu genlərin resesiv olanları 2 sm, dominant olanları 3 sm uzunluğunu ifadə edir. Buna görə 3 əlamətə görə homozigot resesivi, 3 əlamətə görə homozigot dominantla çarpazlaşdırıblar. Yəni belə deyək ki, nə ediblər? Böyük A, böyük A, böyük B, böyük C-ni çarpazlaşdırıblar. Kiçik A, kiçik B, kiçik C, kiçik C. Buradan F1 nəsildə böyük A, kiçik A, böyük B, kiçik B, böyük C, kiçik C genotipli fərdlər alınıbdır. Və deyir ki,
F2 nəslində, F2 nəsli deyirsə, deməli F1-ləri də çarpazlaşdırıblar da bir-birləri ilə ki, F2 nəsil alınıb. Özü ilə. Tri heterozigotları çarpazlaşdırıblar. Və 13 santimetr quyruğa malikdir. Dişi sıçanların əmələ gəlmə ehtimalını neçədir? 13 santimetr quyruğa malik olanlara baxdığımız zaman bunu biz əldə eləmək üçün 6 dənə genimiz olmalıdır. Axı 3 cüt gen veribdir. Biz bunu 3 cür yarada bilərik. Böyük A, kiçik A, kiçik B, kiçik B, kiçik C, kiçik C. Bir dənə dominant götürdüm, 5 dənə resesiv götürdüm. 5-i 2-yə vuranda resesivin uzunluğuna görə 10, üzərinə də 3 gələndə bir dənə dominantı 13. Sonra kiçik A, kiçik A, böyük B, kiçik B, kiçik C, kiçik C. Bu şekilde de yazabiliriz ve kiçik A, kiçik A, kiçik B, kiçik B, böyük C, kiçik C. Bunların hamısının 13 santimetr quyruğu olubdur. İndi biz bu çarpazlaşdırmadan, tri-hibrid çarpazlaşdırmadan bu genotiplərin alınması ehtimalını tapmalıyıq. İndi baxaq. Böyük A, kiçik A-nı mən çarpazlaşdıranda böyük A, kiçik A ilə monohibridə gətirirəm də. Bir dənə böyük A, böyük A alınır, iki dənə böyük A, kiçik A alınır və bir dənə də kiçik A, kiçik A alınır. Böyük B, kiçik B-ni çarpazlaşdıranda böyük B, kiçik B ilə bir dənə böyük B alınır, iki dənə böyük B, kiçik B alınır və bir dənə də kiçik B, kiçik B alınır. Böyük C, kiçik C-ni də çarpazlaşdıranda böyük C, kiçik C ilə bir dənə böyük C alınır, iki dənə böyük C, kiçik C alınır və bir dənə də kiçik C, kiçik C alınır. İndi baxaq. Birinci üçün hesablayaq. Böyük ya kiçik yanın alınması. Buradan böyük ya kiçik yanın alınması 4 kombinasiyadan ikisidir. 4'te 2. Yazdım yerine. 4'te 2. Sonra kiçik B'nin alınması 4 kombinasiyadan biridir. Getirdim yazdım yerine. Vurulsun 4'te 1. Vurulsun. Kiçik C de həmçinin 4 kombinasiyadan birində olduğuna göre 4'te 1 de onu yazdım yerine. 4'te 1 de bunu yazdım yerine. Və baxıram ki, mənim burada cavabım eləyir 64-də 2. İxtisar eləyəndə 32-də 1 elədi. 32-də 1 elədi. Və bizdən dişi sıçanlar istəyir. Dişi olduğuna görə. Bunda 2-də 1'e vurdum. Bu da elədi 64-də 1. Düzdür? İndi gəlirəm ikinci genotipi hesablamağa. Kiçik A burada 4 kombinasiyadan biriydi. Yazdım yerine. Vurulsun. Böyük B, kiçik B. 4 kombinasiyadan ikisidir. Vurdum 4'te 2'ye. Vurulsun. Kiçik C'de bir aklar demiştik. 4 kombinasiyadan biridir. Ve bu da elədi 64'te 2. İxtisar eləyəcəyik indi onu. Evet. Deməli 2'də 1 ihtimalda dişi olma ihtimali bu da eləyir 128'də 2. Bu da oldu 64'te 1. Növbəti də kiçik A bayaq baxdıq 4'də 1 idi. Kiçik B də 4'də 1'dir. Vurulsun 4'də 1. Vurulsun böyük C, kiçik C burada 4 kombinasiyadan ikisidir. Vurulsun 4'də 2. Bu da eləyir 64'də 2. Bunu da 2'də 1'e vuranda dişi olma ihtimalı bu eləyəcək 128'də 2. O da bərabərdir. İxtisar eləyəndə 64'də 1. Deməli 3 dənə 64'də 1'imiz var. Nə edəcəyik? Bunları cəmləyəcəyik. 64'də 1 üstə gəlsin. 64'də 1 üstə gəlsin. 64'də 1. Cavabımız deyəcək 64'də 3. Yəni bizim məsələmizin cavabı olacaq nə bəndi? A bəndi. Bu şəkildə qeyd eləmiş olduq. Sonra gəlirik 10-cu suala. Bizə deyir ki, 3 sərbəst əlamətə görə fenotipi kiçik M, böyük M, kiçik Z, böyük K olan bir canlının genotipi aşağıda verilən hansı canlılarla çarpazlaşdırıldıqda müəyyən edilə bilər? Müəyyən edilə bilər. Olsun bizə kiçik Z lazımdır, homozigotdur. Nə varsa üzə çıxacaqdır o gen kimi. Düzdür? Böyük M-dən böyük K lazımdır bizə. Böyük M-i də analizi çarpazlaşma aparmaq üçün kiçik M-lə çarpazlaşdırmalıyıq da. Düzdürmü? Kiçik M-lə çarpazlaşdırmalıyıq.
Elədir. Kiçik m 1-də də var, 2-də də var, 3-də də var. Z-də baxmıram onsuz da K-ya gəlirəm. Böyük K-nı biz dominant homozigot və ya da heterozigot olmağı üçün biz onu resessivlə çarpazlaşdırmalıyıq. Resessiv kiçik K-da 2-də var və 3-də var. Ona görə bu şəkildə müəyyən edilə bilər genotipini çarpazlaşdıranda 2 və 3 ilə. Cavabımız onun üçün də Y bəndi olur. 1-ə baxmadı çünki böyük K böyük K-dır. Burada ancaq dominantlar üzə çıxacağına görə genotipini dəqiq müəyyən edə bilmərik. Gəldik 11-ci suala. Bizə deyir ki, eyni xromosom üzərində A, B, C, D genlərinin arasındakı Krassingover ehtimalları aşağıdakı kimidir. Bu məlumatlara görə A, B, C və D genlərinin xromosom üzərindəki sırası aşağıda verilənlərdən hansı ola bilər? Krassingover ehtimalı məsafə ilə düz mütənasibidir. Məsafə nə qədər böyükdürsə, Krassingover ehtimalı bir o qədər böyükdür. Ona görə də A ilə C genləri arasında 20% crossover varsa, A başlanğıcdadır, C sondadır. Ən böyük budur. Sonra gəldik A ilə B arasında 12%dir, B ilə C arasında 8%dir. Demək ki, B C-yə daha yaxındır ki, burada 12% olubdur. Yerdə qalan 20-nin 8-i də B ilə C arasındadır. Sonra deyir ki, A ilə D arasında 5%dir. B ilə D arasında 7%. Demək ki, D geni A-ya daha yaxındır. Bura olub 5% və yerdə qalan 12-dən də 5-i çıxanda 7-dən də olub D ilə B arasında. Bu şəkildə. Ardıcıllığımızı da qurduq. A, D, B, C. Yəni cavabımız C bəndi olacaq bizim 11-ci sualda. Gəldik 13-cü suala. Deyir ki, B qan qruplu rəvanın qan plazması Akif ilə Banunun qanlarına damladıldıqda nəticə aşağıdakı kimi oldu. B qan qruplu, yəni 3-cü qan qruplu rəvanda B antigeni var, amma nə var burada? Anti-A var. Anti-A-nı Akifə tökmüşəmsə, Akifdə çökmə baş veribsə, demək ki, Akifdə A antigeni var imiş ki, burada reaksiya gedib çökmə baş verib. A antigeni neçənci qan qrupda ola bilir? İkinci qan qrupunda və yaxud da dördüncü qan qrupunda ola bilir. Burada çökmə baş verə bilər. Banuda çökmə baş verməyibsə, Banu ya üçüncü qan qrupudur, B qan qrupu. Və yaxud da birinci qan qrupudur, O qan qrupudur. İndi gəlin baxaq. Deyir ki, bu nəticələrə görə Akif və Banunun eritrositləri ola bilməz. Dedik ki, Akifdə ola bilməz. Nə? 2 və 4. Düzdür? 2 və 4 ola bilməz. Bax, görürəm, A-da Akifdə 2-dir. B-də də 4-dür. D variantında 4'tü, Y variantı 2'dir. Ama C variantında Akif'te B qan qrupudur. Yəni B qan qrupu ola bilməz. Akif. Çünki çökmə baş vermişdir. Banuda isə birinci və üçüncü qan qrupu ola bilməzdi. Amma burada testdə nədəsə bu nəzərə alınmayıb, Banunu nəzərə almayıblar. Bir dənə Akif üzərindən hesablayıblar. Bax, burada Banu üçüncü qan qrupudur. Ola bilərdi. B-də, C-də birinci qan qrupudur. Ki, antigen yoxdur. D-də də yəni B qan qrupudur. Üçüncü qan qrupudur. Y-də də nədir? Birinci qan qrupudur. Yəni bunlar ola bilər Banu üçün. Ola bilər. Amma ola bilməz deyirdisə, Banuda burada ya 2 olmalıdır, ya 4 olmalıydı. Yəni bura bir A antigeni atsaydılar və yaxud da B antigeni atsaydılar, yəni olardı. Akifə görə bu sual düz olur, amma Banuya görə Banu ödənmir burada. Nədirsə burada mexaniki olaraq şəkil üzərində testin tərtibində səhvə yol verilib məncə. Məncə yox, yəni dəqiqliklə səhvə yol verilib, o orada unudulubdur. Tam olarak yani cevap çıxmır. Bir dənə Akifə görə biz orada deyə bilirik ki, hə, B yox, C variantını seçək. 13-cü sualda bir ananın
iki müxtəlif uşağının inkişaf sxemi verilmişdir. Sxemə əsasən X və Y dölləri ilə əlaqəli hansı fikir doğrudur? Baxıram ki, bir dənə ziqotdan iki eyni yumurta əkizi əmələ gəlir də. Eyni yumurta əkizlərinin birinci fikirdə cinsiyyətləri, göz rəngləri, qan qrupları eynidir. Bu doğru bir fikirdir. Əmələ gəlmələrində qamçıya malik bir hüceyrə iştirak edib, bəli, bir dənə spermatozoidi burada görürsünüzsə, bu da doğrudur. Bir ciftin daxilində eyni göbək ciyəsi ilə qidalanırlar. Bir ciftin daxilindədirlər. Amma eyni göbək ciyəsidirmi? Xeyr. Hər birinin ayrıca göbək ciyələri olur. Ona görə 1 ilə 2 bizim doğru cavabımızdır. D bəndi. 14-cü sualda ilişikli iki əlamətə görə heterozigot olan fərdin eyni nisbətdə 4 qamət əmələ gətirməsinin səbəbi nədir? Yəni bizə demək istəyir ki, böyük A, kiçik A, böyük B, kiçik B-dən 4 dənə qamət əmələ gəlib. Böyük A, böyük B, kiçik A, kiçik B, böyük A, kiçik B və kiçik A, böyük B. Bu şəkildə. Bunun səbəbi nədir? Bunun səbəbi nə ola bilər? Crossover ola bilər. Crossoverdə nə zaman ola bilər? Xromosom üzərində, eyni xromosom üzərində genlər nə qədər uzaq baş verərsə, yerləşərsə, crossover olma ehtimalı daha çoxdur. Yəni cavabımız burada D bəndidir. Eyni xromosom üzərində genlərin bir-birindən uzaq məsafədə yerləşməsi. Bu şəkildə qeyd eləmiş oluruq biz cavabımız. 15-ci sualda iki diheterozigot sarı hamar noxudların çarpazlaşmasından, yəni böyük A, kiçik A, böyük B, kiçik B-nin çarpazlaşdıranda böyük A, kiçik A, böyük B, kiçik B ilə əmələ gələn, çarpazlaşması zaman əmələ gələn və hər iki əlamətə görə homozigot olan fərdlərin hamısı yaşama qabiliyyətinə malik olmamışdır, məhv olub yəni. Bu zaman fenotip nisbəti necə olar? Baxaq. Deməli, biz bunları çarpazlaşdırırıq. Mən genotipləri əzbər yazacağam. Da D-hibridi bura çəkməyə ehtiyacımız yoxdur da. Nə edirik? 4 dənə böyük A, kiçik A, böyük B, kiçik B olur. 2 dənə böyük A, kiçik A, böyük B, böyük B olur. 2 dənə böyük A, demək, kiçik A, kiçik B, kiçik B olur. 2 dənə böyük A, böyük A, böyük B, kiçik B olur. 2 dənə kiçik A, kiçik A, böyük B, kiçik B olur. Bir dənə böyük A, böyük A, böyük B, böyük B. Bir dənə böyük A, böyük A, kiçik B, kiçik B. Bir dənə kiçik A, kiçik A, böyük B, böyük B və bir dənə də kiçik A, kiçik A, kiçik B, kiçik B olur. İndi bizə hər iki əlamətə görə homozigot olanlar deyil, məhv olur. Biri burada, biri burada, biri burada və biri burada. Məhv oldusa, nə qaldı bizim fenotip nisbətimiz? Təbii ki, demək, 8 dənə böyük A, böyük B qalıbdır. Bax, bu 1, 2, 4 buradan, 2 buradan və 2 də buradan. 8 dənə qaldı böyük A, böyük B fenotip olaraq. 2 dənə böyük A, kiçik B burada və hə də elə 2 dənə böyük A, kiçik B qalıb. Və 2 dənə də kiçik A, böyük B-miz qalıb. Bunları da ixtisar eləyəndə nə olur? 4, 1, 1 nisbətində olmuş olur bizim cavabımız. Yəni, Y bəndi olacaq burada bizim cavabımız. 16-cı sual. Deyir ki, ailədə olan iki bacıdan birinin qan plazmasında anti-A və anti-B olur. Demək ki, bu birinci qan qrupudur. 0-0. Digər bacının qan plazmasında heç bir antilə rast gəlinmədi. Demək ki, bu A, B, dördüncü qan qrupudur. Düzdürmü? Bu qızların deyir, atasının ikinci qan qrupu olma ehtimalı neçədir? Bu cür övladlar dünyaya gəlibsə, valideynlər mütləq şəkildə ki, A0-dır biri, digəri də B0-dır ki, bu cür uşaqlar dünyaya gəlib, bu qan qrupuna malik olan. Düzdür? İndi ya burada ana A0-dır, ata B0-dır, ya da ata A0-dır, ana B0-dır. Ona görə atanın B0 olma ehtimalı 2 kombinasiyadan biridir. 2 kombinasiyadan biri də 2də 1 ehtimalda yarım eləyir də 100%-in yarısı da 50% olacaq. Yəni cavabımız A bəndi alınacaq. Gəldik 17-ci sualda.
2n bərabərdir 10 xromosomlu erkək fərdə aid bir ilkin cinsi hüceyrədə baş verən meyoz bölünmənin anafazanın birinci mərhələsində bir cüt xromosom ayrılmayaraq eyni qütbə çəkilmişdir. Buna görə bu fərdin əmələ gətirə biləcəyi spermatozoidlər hansı ola bilər? Təbii ki, burada hansı ola biləcək? İndi normalda 10 dənə xromosom bölünəndə 5'i bir qütbə gedir, 5'i bir qütbə gedir. Düzdürmü? Amma indi bir qütbə seçilən xromosom ayrılmayıb, o biri qütbə bütöv şəkildə keçir. Bu nə olur ki? 6 dənəsi bir qütbdə qalır, 4 dənəsi də bir qütbdə qalır. İndi baxaq da 6 xromosomlu, 4 xromosomlu olanları seçəcəyik. 2-də 6 xromosom var, 3-də 6 xromosom var, 4-də 4 xromosom var. Yəni bu cür spermatozoidlər əmələ gətirə bilər. Birinci normal spermatozoiddir. Ona görə cavabımız 2, 3, 4 D bəndi olacaq. 18-ci sualda bizə deyir ki, allel genlərin homoloji xromosomlar üzərindəki yerləşməsi aşağıdakı kimi olan canlılardan hansı 16 növ müxtəlif qamet verər? 16 növ müxtəlif qamet verər. Baxaq. Krasinqover də yoxdur deyir. Krasinqover yoxdursa 2 növ qamet buradan, 2 növ də qamet buradan. Bu elədir 4. 2 növ qamet buradan, 2 növ qamet buradan, 2 növ qamet buradan. Bunları bir-birinə vuranda bu elədir 8. 2 növ qamet buradan, 2 növ qamet buradan, 2 növ qamet buradan, 2 növ də qamet buradan. Bu elədir 16 növ. 2 növ qamet buradan, 2 növ də qamet buradan. Bu elədir 4 növ. 2 növ qamet buradan, 2 növ qamet də buradan. Bu da elədir 4 növ. Cavabımız C bəndi 16 eləmiş olur. 19-cu sualda. Aşağıdakı nəsil ağacında bir ailənin nəsil ağacı verilmişdir. Bu nəsil ağacında X və Y fərdlərinin eyni qan qrupuna malik olma ehtimalı neçədir? Olma ehtimalı neçədir? Yaxşı, bizə birinci qrup köməkli eləyir. Qan qruplarında həmişə nəsil ağacında bir dördüncü qrup. Birinci qrupa bura baxıram. O odursa, demək ki, burada A0 var. A0 var. Düzdür? Bu B hardan gəlib buradan? Y-dən gəlib. Y-in tərkibində B var. Düzdür? Y-in tərkibində B var. Və burada birinci qan qrupu övladı dünyaya gəlibsə, demək ki, bu O geni buradan gəlib. Y-i tapdıq BO. BO. AB qan qrupundan A0 genotipli övlad dünyaya gəlmək üçün A geni buradan gəlir və 0 geni hardan gəlir? Demək ki, X-in tərkibindən gəlməlidir də O geni. Düzdürmü? Demək ki, bu 0 hansı genotiplərdən gələ bilər? O-O'dan gələ bilər? Bəli. A-O'dan gələ bilər? Bəli. B-O'dan mı gələ bilər? Bəli, buradan da gələ bilər. B-O, Y-B-O'dur. X-in Y ilə eyni genotipdə, yəni BO olma ehtimalı nəyə bərabərdir? 3 kombinasiyadan birinə. 3'də 1 ehtimal olur bizim cavabımız. Yəni C bəndi. Davam edirik 20-ci sualına. 20-ci sual biraz uzun bir sualdır. Yenə də gəlin baxaq. Bizə nə veribdir? Deyir, aşağıda bir qadına aid cinsiyyət xromosomları və bəzi genlər verilmişdir. Gəlin bu genləri ilişikli olsa da bir-birindən ayıraq, rahat olsun, kənara yazaq. Yəni burada X böyük H, X kiçik H'dır. Daşıyıcı qadındır. Düzdürmü? Və X kiçik yer gelibdir. Rəng koru. Biz R ilə öyrənməmişik bunu. D ilə öyrənmişik deyə daltonizmlə. Mən bunun kiçik D'lərini yazacağım. Bu qadının genotipidir. İndi deyir ki, bu qadınla əlaqəli fikirlərdən hansı doğru deyil? Doğru deyil. Gəlin baxaq. A bəndində genotipimiz zaten yan tərəfdə bizdə yazılır. Bir atası mütləq rəng korudur. Amma hemofiliya olmaya bilər. Baxıram ki, burada, baxıram ki, mən indi
Kiçik D, kiçik C daltonizmdir də, düzdürmü? Qız xəstədir. Qızın daltonizm olması üçün, xəstə olması üçün atadan da resessiv gen gəlməlidir, anadan da resessiv gen gəlməlidir. Demək ki, bunun atası X kiçik D Y imiş ki, bura nə olub? Kiçik D-ni öz qızını ötürüb. Amma hemofiliya olmaya bilər. Bəli, ola bilər ki, atası olsun X böyük H, Y, kiçik H anadan gələ bilsin. Yəni bu fikir doğru bir fikirdir. Atası mütləq rəng korudur, amma hemofiliya olmaya bilər. Bu fikir doğrudur, ona görə götürmədim. Gəldim ikinciyə. Hemofiliya və rəng koru olan bir kişi ilə evliliyindən bir kişi ilə evliliyindən e, hemofiliya rəng koru bir övladının doğulma ehtimalı 4'te 1'dir. Tamam. Deyir ki, hemofiliya rəng koru olan bir kişi ilə evliliyindən. Baxaq. Daşıyıcı e, qadındır hemofiliyaya görə və bunun hemofiliyalı kişi X kiçik H Y olan kişi ilə. Baxaq. Çarpazlaşdıranda X böyük H, X kiçik H daşıyıcı qız. X böyük H, Y sağlam olur. X kiçik H, X kiçik H. Xəstə qız. X kiçik H, Y. Bu da oldu xəstə oğlan. Rəng koru bir övladının həmçinindədir. Düzdürmü? X kiçik D, X kiçik D-ni mən çarpazlaşdıranda X e, kiçik D Y-dən çarpazlaşdıranda buradan alınır X kiçik D, X kiçik D rəng koru qız, X kiçik D, Y rəng koru oğlan. Buradakı uşaqların hamısı rəng koru alınır. Hemofiliyalı övladının da doğulması 4 dənədən ikisidir. Yəni 2'də 1 ehtimal budur. Bir ehtimal da hamısı da xəstə uşaq doğulur rəng koruna görə. Yəni burada cavab 2'də 1 olmalıydı. 4'te 1 yox. Bax elə B variantı bizdə doğru bir variant deyil. B variantı doğru bir variant deyil. Bunları bir təmizləyək biz buradan. Doğru cavabımızın B olmadığını göstərək. Sonra digər variantları izah edəcəyik. B variantı dedi ki, bizim cavab versiyamız oldu. Doğru olmayan fikir, yəni burada 1 bölü 4 yox, 1 bölü 2 olmalı. C bəndində anası rəng koru olmaya bilər. Bu doğru bir fikirdir. Görsənir də, yəni. Anası rəng koru olmaya bilər. Anası daşıyıcı qadın da ola bilər ki, oradan kiçik deyində qızını ötürə bilsin. Bu doğru bir fikirdir. Qızına hemofiliya və rəng koruluğu genini vermə ehtimalı 2'də 1'dir. Rəng korluğu, yəni X kiçikdir, X kiçik deyildən bunu mütləq götürəcək 100%. Qamət kimi. Ee, Hemofiliyadan X böyük H, X kiçik H düzdür, mən bunları ayırdım. Bir yerdə də yazsaq eyni şeydir də, yəni belə baxanda eyni şeydir. Hemofiliyadan da hemofiliya genini, yəni kiçik H-ı ötürmə ehtimalı 2'də 1'dir. Çünki buradan X böyük H, X kiçik H-dan bura ya X böyük H-ı ötürəcək, ya da X kiçik H-ı ötürəcək. Bunu ötürmə ehtimalı 2'də 1'dir. Amma digəri x kiçik d, x kiçik d-dən x kiçik d-ni mütləq götürür. 2'də 1 də 1'ə vuranda 2'də 1 edir elə. Bu doğru bir fikirdir. Yəni bu doğru bir fikirdir. Bunu ayıranda da bu şəkildə olur. Ayırmasaq belə eyni şey olur da, yəni ki. Çünki baxın, xromosomdur, böyük H-dır, kiçik H-dır. Kiçik D-dir, kiçik D-dir. Hemofiliyaya görə sağlam rəng koru ötürülə bilər. Böyük H kiçikdir. Ya da hemofiliyalı və rəng koru kiçik H kiçikdir. Yenə 2'də 1 ehtimal edir də bu. Övladını ötürmə. Düzdürmü? Ona görə bir problem yoxdur. D bəndi doğru bir versiyadır. Y bəndinə gələndə Y bəndinə gələndə oğlunun hemofiliya olmayıb.
renk körü olma ihtimali 2'də 1'dir. Baxanda, baxanda bura. Yenə genotipi çəkəndə, qadının genotipini çəkəndə, bir dəqiqə. Böyük H, kiçik H, kiçik D, kiçik D. Olsa kiçik D'ni renk körünü mütləq götürəcək. Çünki var burada. Amma hemofiliyaya gələndə, bax buradan bu qameti oğluna ötürsə, böyük H, kiçik D. Bu oğlan hemofiliyaya görə sağlam olacaq. Amma buradan bu xromosomu qamet kimi ötürsə, qametin tərkibində də oğlan üçün böyük H ötürəcək, kiçik H ötürəcək, kiçik D-ni ötürəcək. Burada oğlan həm hemofiliyalı olacaq, həm də rəng körü olacaq. Bu da iki qametdən biridir. Onun üçün cavabımız 2-də 1 eləyəcək burada. Yəni Y bəndi də doğru bir fikirdir. Cavabımız burada B bəndi qalır. Bu şəkildə bütün variantları izah etməyə çalışdıq. Gəldik 21-ci sualda. Deyir ki, diploid xromosom sayı 16 olan bir məməli heyvanın, yəni 2 bərabərdir 16 olan bir məməli heyvanın hansı qametlərinin birləşməsindən erkək fərd əmələ gələr? Bunun qameti n bərabərdir 8-dir. 8'dir. Burada 8 qamet olan bir C'dədir, bir də D'dədir. Düzdürmü? Amma erkək fərd istədiyinə görə qametin birində Y olmalıdır. Onun üçün cavabımız C bəndi 7 plus X, 7 plus Y şəklində qeyd ediləcək. 22-ci sualda bir ailədə anası daltonik olmayan daltonik bir qız uşağı doğulmuşdur. Daltonik qız uşağı X kiçik D, X kiçik D'dir. Anası daltonik değilsə, demək ki 100% qızına bu geni ötürmək üçün ana nə olmalıdır? X böyük D, X kiçik D. Yəni ana daşıyıcı olmalıdır. Və ata da mütləq qızı xəstə olubsa, ata mütləq xəstədir. Bu ailə ilədir əlaqəli fikirlərdən hansı doğrudur? Atası 100% daltonikdir. Bəli, bax. Ata 100% daltonikdir. Birinci fikir doğrudur. Ana daltonik geninə görə heterozigotdur. Bəli, bu şəkildə heterozigotdur. Bu da doğrudur. Bu ailədə oğlan uşaqlarının daltonik olma ehtimalı 25%dir. Oğlan uşağı üçün atadan Y gəlir. Ona görə ataya baxmırsınız. Oğlan uşağı deyəndə həmişə anaya baxın. Ana ya böyük D-ni götürəcək övladına ya da kiçik D-ni ötürəcək. Yəni ya sağlam olacaq olan uşaqları ya da xəstə olacaq. Ona görə 25% yox 50% olmalıdır burada. Bu fikir səhvdir. Qız uşaqlarının daltonik olma ehtimalı qıza baxanda ananın böyük D-si ilə atanın X kiçik D-si birləşəndə X böyük D, X kiçikdir. Ananın X kiçik D-si ilə uşağın X kiçik D-si, uşaq nə idi? Atanın X kiçik D geni birləşəndə xəstə qız daşıyıcı qız olur. Qız uşaqlarının daltonik olma ehtimalı 50%'dir. Bəli. Ya daşıyıcı qızdır ya da daltonik qızdır. Bu da doğru bir fikirdir. Bizden de zaten doğrunu istemirdi mi? Cevabımız 1, 2 ve 4 olarak götürəcəyik. D bəndi. Gəldik 23-cü sualda. Deyir ki, 9000 nəfərlik bir kənddə insanların 40%-i bütün insanlara qan verə bilir. 10% isə bütün insanlardan qan ala bilir. 9000'in 40%'ini hesablayanda, yəni 9000'i mən vuranda 40'a, böləndə 100'ə. Tapıram ki, burada 3600 nəfər birinci qan qrupudur. 9000'in 10%'ini tapanda 9000'i 10'a vurup 100'e böləndə 900 nəfərdə dördüncü qan qrupudur. Ki hamıdan qan alabilir. Qalan insanlar deyirsə 3600 ilə 900'ü toplayıram, edir 4500. Yerdə nə qədər qalır? 9000'dən 4500 çıxanda qalan oldu 4500 nəfər. Qalan insanların yarısının eritrositlərində yalnız B antigeni var. Demək ki, bunun da 2250'si 3-cü qan qrupudur və 2250'si isə onda olacaq 2-ci qan qrupu.
Qəsəbədə cəmi neçə insanın eritrositlərində A antigeninə rast gəlinir? A antigeni olur 4-cü qrupda və 2-ci qrupda. Yəni 900-ün üzərinə mən gələndə 2250-ni cavabım eləyir 3150. Yəni D bəndi olur 23-cü sualın cavabı. 24-cü suala gəlirik. Deyir ki, pişiklərdə sarı və qara tük rəngi genləri arasında natamam dominantlıq vardır və hər iki geni daşıyan fərdlər alabula olur. Normal halda alabula fərdlər yalnız dişilər olur. Yəni qara dişi olur x böyük B, x böyük B. Alabula dişi olur x böyük B, x kiçik B. Sarı dişi olur x kiçik B, x kiçik B. Qara erkək olur x böyük B, y. Sarı erkək olur x kiçik B, y. Alabula erkək yoxdur. İndi bizə deyir ki, normal halda alabula fərdlər yalnız dişilər olur. Yalnız dişilər olur. Ancaq sarı dişi fərdlə, yəni x kiçik B, x kiçik B ilə qara erkəyin x böyük B, y-dir. Çarpazlaşması nəticəsində cütləşməsindən əmələ gələn bir erkək fərd anormallıq nəticəsində alabula olmuşdur. Erkək fərdin anormallıq nəticəsində alabula olması üçün erkək fərd bu şəkildə olmalıdır. X böyük B, X kiçik B, Y. Ki bu şəkildə alabula erkək olsun. Bu halın meydana gəlməsində iştirak edən qametlər haqqında hansı fikir doğrudur? Normalda bu cür pişik olmur ha. Olsa belə ölür. Salamat qalmır. Bu bu halın meydana gəlməsində iştirak edən qametlər haqqında hansı fikir doğrudur? Təbii ki, bu gen cinsiyyət xromosomları ilə ötürülürsə, bu necə baş verə bilər? Atanın X böyük B-si Y-dən ayrılmaz. Düzdür? Meyoz 1-in anafazasında. Y-də ayrılmaz. Olduğu kimi gedib sondakı qametə düşər. Və bunun da yanına X kiçik P geni digər ananın yumurta hüceyrəsi ilə gələrsə, alabula dişi dovşan və alabula erkək pişik doğulacaq. Bunun cavabı nə olacaq? Normal yumurta hüceyrəsi ilə cinsi xromosomları ayrılmamış, bax X böyük B, Y, ayrılmamış spermatozoidin birləşməsindən yarana bilər. Cavabımız D bəndi olur burada bizim. 25-ci sualda 25-ci sualda deyir ki, qadının genotipi verildi bizə. Deyir, bu qadının uşağının fenotipi bax böyük A, böyük B, böyük D, böyük Y və XY-dir. Oğlan da özdə. Deyir, verilənlərə əsasən bu uşağın əmələ gəlməsində iştirak edən spermatozoidin genotipi aşağıdakılardan hansı ola bilər? Spermatozoid deyibsə, oğlan uşağına Y verməlidir. A-da X var, Y-də X var. Ona görə A ilə Y bəndini atdıq getdi. Düzdürmü? Və baxıram ki, burada anadan övladı böyük A gəlib. Böyük B gəlib. Düzdürmü? Spermatozoidin tərkibində kiçik A-nın, böyük A-nın olma ehtimalı yoxdur. Anadan gəlirsə bu fenotip üzə çıxıb da, böyük A da olsa, böyük A kiçik A da olsa fərq etmir. Düzdür? B-dən də həmçinin. Amma baxıram ki, övladda D fenotipi üzə çıxıb. Anada axı kiçik D, kiçik D-dir. Kiçik D, kiçik D-dir. Buradan böyük D gələ bilməz. Demək ki, böyük D geni spermatozoid vasitəsilə atadan gəlib bura. Ona görə B bəndində baxın, böyük D yoxdur fenotipdə. Ona görə B-ni də sildik. Sonra görürəm ki, övladda kiçik Y fenotipi üzə çıxıb. Kiçik Y fenotipinin üzə çıxması üçün anadan da kiçik Y gəlməlidir. Atanın spermatozoidi ilə də kiçik Y gəlməlidir. Və D variantında görürəm ki, böyük Y var spermatozoiddə. Bu olmaz axı, kiçik Y gəlməlidir. Ona görə D variantımız da cavabdan çıxdı. Cavabımız C bəndi qaldı.
26. sualda Patal sindromlu insana ait değil. Ürək kameraları arasında ara kesmələr olur. Böyrək çatışmazlığı, daxili cinsiyyət üzvlərində çatışmazlıq olur. Kəllənin beyin şöbəsində, üst şöbəsində qüsurlar yaranır. Amma boyun əzələləri çiynə qədər genişlənir. Şerşevski-Terner sindromunda. Ona görə cavabımız Y bəndi olacaq 26. sualda. Gəldik 27-ci sualda. Bizə 4 dənə sınaq şüşəsi veriblər və qan plazmasından alınan nümunələr göstəriblər. Və nümunələrimiz belədir ki, deyir ki, sınaq şüşələrində qan plazmalarının içərisində olan antitellərin növ müxtəlifliyi 1 bölüktür 4, bölüktür 2, bölüktür 3 şəklindədir. Ən çox antitelimiz 3 dənə ola bilər də. Anti-A, anti-B, anti-D. Bu kimdədir? Birinci qan qrupu mənfidə. Demək bu olur 0 RH mənfi. Birinciyə baxanda 0 RH mənfi. B variantında var, D variantında var. Dördüncüdə demək ki, dördüncü birdən azdırsa, demək ki, burada 2 dənə antiteli var. 2 dənə antitel. Bu hansı qan qruplarında ola bilər? A, RH mənfidə, B, RH mənfidə və 0 RH müsbətdə. Bunları mən dördüncünün sırasında axtaranda B RH mənfi burada var və A RH mənfi də burada var. Sonra deyir ki, ikinci də bundan azdır. Yəni ucu burada bir dənə antitel var. Bir dənə antitel hansı qan qruplarında olur? Bir dənə antitel hansı qan qruplarında olur? Deməli, olur. AB RH mənfi, A RH müsbət, B RH müsbətdə olur bir dənə antitel bu qan qruplarında. Bunları da axtaran zaman AB RH müsbət bir dənə burada uyğun gəlir. İkinciyə baxırıq. İkinciyə. Deməli, A RH müsbət, B RH müsbət buradan uyğun gəldi. B RH müsbət buradan uyğun gəldi. Üçüncüdə isə bizə deyir ki, heç bir antitel olmasın. Yəni bu şəkildə heç bir antitel olmasın. Bu hansı qan qrupundadır? AB RH müsbətdədir. Doğru cavabımız nə olacaq? D bəndi olacaq. 28-ci sualda. Aşağıdakı sınaq şüşəsinin içərisində hansı qan qrupuna malik insanın qanı damladıldıqda aglutinasiya baş verər? Yəni çökmə baş verər. Anti-A varsa bura A-nı da töksəm, AB-ni də töksəm çökmə baş verəcək. Aglutinasiya. Cavabımız nə olacaq? C bəndi. Davam edirik. 29-cu sualda. Gen mutasiyası zamanı əmələ gələn xəstəlikdir. Təbii ki, əzələ atrofiyası. X cinsiyyət xromosomu ilə resessiv şəkildə keçir. Lejen sindromu ilə Leykoz xromosom mutasiyası idi. Edwardla da Patau genom mutasiyası idi. 30-cu sualda 2 diheterozigot fərdin çarpazlaşmasından əmələ gələn fərdlərin hansı hissəsi dominant əlamətlərin yalnız birinə malikdir? Normalda bunu fenotipdən bildirəm, heç çarpazlaşdırmağa ehtiyac yoxdur. Bizim 9 dənə böyük A, böyük B-miz var. 9 dənə dominant əlamətin 9 fərddə hamısında 2 dənəsi var. Hər ikisi var. 3 dənə böyük A, kiçik B-də dominant əlamətin biri var. 3 dənə kiçik A, böyük B-də dominant əlamətin biri var. Bir dənə kiçik A, kiçik B-də dominant əlamət yoxdur. Bu nə qədər elədi? 6 dənə. 16 kombinasiyadan 6-sında bu oldu. İxtisar edəndə 8-də 3 olur bizim cavabımız B bəndi. 31-ci sualda aşağıdakı bir canlının genotipi verilmiştir. Bu canlının hansı növ qameti əmələ gətirmə ehtimalı daha yüksəkdir? Normal halda biz Mohr qanunundan bildik ki, normal qametlər Krasnoverli qametlərdən yaranma ehtimalı daha yüksəkdir. Burada onda biz
Baxacağıq ki, Krasingoverli qametləri çıxacağıq, normal qameti götürəcəyik. Krasingoverli qametlər böyük A, böyük B hansında varsa odur, kiçik A, kiçik B hansında varsa odur. Bax, A bəndində kiçik A, kiçik B var, çıxdıq. B bəndində böyük A, kiçik B var, çıxdıq. C bəndində böyük A, böyük B var, çıxdıq. D bəndində də kiçik A, kiçik B var, çıxdıq. Amma Y bəndinə baxın, kiçik A, böyük B var. Bu normal qameti ilişikliklə alınır və əmələ gəlmə ehtimalı daha yüksəkdir. Ona görə cavabımız elə D bəndidir. C-lərə baxmadım. Çünki bu A-lar, A və B-lərdən nə alınırsa C-lərlə də birləşib qamət yaradacaq, yəni onsuz da. Onun üçün heç C-lərə baxmadıq burada. 32-ci sualda 2-3 hibrid fərdin çarpazlaşmasından F1 nəslində bütün əlamətlərə görə heterozigot fərdlərin əmələ gəlmə ehtimalı neçədir? Gəlin burada 3 hibridin çarpazlaşmasını aparaq. Mono hibride gətirin. Böyük yağ, kiçik yağını böyük yağ, kiçik yağla çarpazlaşdırıram. Bir dənə böyük yağ, böyük yağ, iki dənə böyük yağ, kiçik yağ və bir dənə də kiçik yağ, kiçik yağ edir. Heterozigot 4 kombinasiyadan x-idir. İxtisar edəndə 2-də 1. Böyük B kiçik B'ni çarpazlaşdıranda böyük B kiçik B ilə bir dənə böyük B böyük B, iki dənə böyük B kiçik B, bir dənə də kiçik B kiçik B'dir. Düzdür? Heterozigot 4 kombinasiyadan x'idir. İxtisar edəndə 2-də 1. Böyük C kiçik C'ni böyük C kiçik C ilə çarpazlaşdıranda bir dənə böyük C böyük C, iki dənə böyük C kiçik C və bir dənə də kiçik C kiçik C olur ki, heterozigot da burada 4 kombinasiyadan x'idir. İxtisar edəndə 2-də 1. Və bu 2-də 1'ləri bir-birinə vuranda cavabımız alınır. Nə? C bəndi 8-də 1. 33-cü sualda verilmiş sxemə əsasən ana arının homozigot genotipli olma ehtimalı neçədir? Erkək arı olsa böyük A fenotipi versə də bu arıda əmələ gələn fərddə. Buradan erkək arıdan kiçik A'nı aldığına görə böyük A kiçik A genotipli olur. Böyük A'nı onda ana arıdan alacaq. Ana arada ya böyük A böyük A ola bilər burada, ya da böyük A kiçik A ola bilər. Homozigot olma ihtimali gördüğünüz gibi iki kombinasiyadan biridir. Cevabımız B bəndi. 34-cü sualda insanlarda kişi və qadın fərdlər arasında aşağıda verilən faktorlardan hansına görə mütləq şəkildə fərq var? Mütləq şəkildə. Ümumi xromosom sayına görə, yəni hər ikisinin 46 dənədir. X xromosomunun malik olma kişidə də var, qadında da var. Autosom xromosomlarla idarə olunan genlərin sayı hər ikisində eynidir. X cinsi xromosom ilə idarə olunan genə sahib olma hər ikisində var da. Ən azından hemofiliyadır, daltonizmdə, əzələ atrofiyasıdır. Görsün, bu qadında da ola bilir, kişidə də ola bilir bu genlər. Ona görə bunu da götürmədik. Ümumi gen sayı, bəli, bu fərqlənir. Çünki bu fərqlilik də hardadır? X və Y cinsiyyət xromosomunda. Qadında 23-cü cüt XX-dir. Kişidə 23-cü cüt XY-dir. Və Y-in üzərindəki genlərin sayı X-dan azdır. Ona görə ümumi gen sayı mütləq şəkildə fərqlənir. Cavabımız Y bəndi. 35-ci suala gəlirik. Nəsil ağacı veribdir bir daha. Deyir ki, aşağıdakılardan nəsil ağacında bir əlamətə malik fərdlər rəngli göstərilmişdir. Bu nəsil ağacında rəngli alınan fərqlərin əmələ gəlməsinə səbəb olan gen aşağıdakılardan hansı ola bilər? Baxırıq. Birinci fikirdə deyib ki, X cinsi xromosom ilə ilişikli resessiv bir gendir. Resessiv bir gendirsə, ən azından bir dənə bax qız uşağında deyək ki, X kiçik A, X kiçik A'dır. Bunun biri deyək ki, anadan gəldi. Ana oldu X böyük A, X kiçik A, içi rəngli olmadı. Amma ata məcburda axı X kiçik A, Y olsun. Çünki o birisi atadan gəlir. Bunun içi rənglənməlidir. Rənglənməyibsə demək ki, nə var burada? Problem buradadır. Yəni birinci fikir doğru deyil. Gəldik ikinciyə. Autosom resessiv bir gendir. Baxaq. Hamısı kiçik A'lardır.
Hamısı kiçik yağlar. Bu əmələ gələ bilər də böyük yağ, kiçik yağlarda. Hər belə deyək də uşaq üçün nədir? Çarpazlaşma fərqi olduğuna görə birinci çarpazlaşmada da kiçik yağ, kiçik yağ, ikincidə də, üçüncüdə də, dördüncüdə də üzə çıxa bilir. İkinci fikir doğru bir fikirdir. Gözəl. Gəldik üçüncüyə. Autosom xromosomlarla ötürülən qeyri-tam dominant bir gendir. Qeyri-tam dominant bir gendir. Baxaq, yəni ki bunlar, bax bunlar rəyli olanlar, böyük yağ, kiçik yağlardır. Valideynlər ola bilərmi? Böyük yağ, kiçik yağ, kiçik yağ. Bəli, ola bilər. Ona görə də üçüncü fikir də doğrudur. Autosom xromosomlarla ötürülən dominant bir gendir. Dominant bir gendir. Bu ola bilməz də yəni. Bunlar dominant olarsa, deyək ki, böyük A olarsa bunlar hamısı. Valideynlər onda məcbur ki, kiçik yağlar olsun. Kiçik yağlardan böyük yağlar necə alınsın? Olmaz axı. Ona görə bu da səhvdir. Bizdən doğrunu istəyirdi, səhv istəyirdi. Hansı ola bilər deyirdi. Cavabımız 2 və 3. Yəni B bəndi olacaq. 36-cı sualda vitamin mübadiləsinin pozulması zamanı meydana çıxan xəstəlikdir. Homosisturiya. Cavabımız Y bəndi. Fenilketonuriya, tirozinemiya, amin turşu mübadiləsinin pozulması zamanı əmələ gəlirdi. Tay-Sachs karbohidrat mübadiləsi idi. Enterokolit isə lipid mübadiləsinin pozulması zamanı baş verən xəstəlik idi. Həmçinin nazik bağırsağın iritabi xəstəliyi də adlandırıla bilər. 37-ci sualda sitogenetik üsulla öyrənilir. Xromosom mutasiyası axtarmalıyıq və yaxud da genom mutasiyası axtarmalıyıq. Burada da cavab Patal sindromunda Y bəndi. Genom mutasiyasıdır. Şəkərli diabet, deyək ki, vərəmə meyillilik, oraqvari hüceyrə anemiyası, bunlar biokimyəvi üsulla öyrənilir. Hemofiliya genealoji üsulla öyrənilir. 38-ci sualda boz rəngli ada dovşanlarının neçə növ müxtəlif genotipi ola bilər? Yəni ki, burada epistaz təsiri nəzərdə tutulub. Boz rəngdə böyükçə böyük yağ olmalıydı da. Böyükçə, böyükçə, böyük yağ, böyük yağ. Böyükçə, böyükçə, böyük yağ, kiçik yağ. Böyükçə, kiçikçə, böyük yağ, böyük yağ. Böyükçə, kiçikçə, kiçik yağ, kiçik yağ. Bir dəqiqə böyük yağ, kiçik yağ, üzr istəyirəm. 4 növ. Cavabımız C bəndi. 39-cu sualı. Talasemiya xəstəliyi haqqında yanlış mülahizələri seçin. Resessivdir, bu doğrudur, götürmədik. Cinsiyyətlə ilişikli keçir, xeyr, autosom xromosomlarla keçir, ona görə bunu götürürük. İki forması var, doğrudur, götürmədik. Dominantdır, xeyr, resessivdir. Ona görə də səhv olduğuna görə bunu götürdük. Cavabımız B bəndi 2, 4 olacaq. 40-cı sualda 4000 nəfərdən ibarət olan bir qəsəbədə birinci qan qrupuna malik insanların rast gəlmə tezliyi 25%-dir. 0,0 bərabərdir 25%. Faizi ehtimala çevirəndə 100-ə bölmək lazımdır. Bu da elədir 0,25. Onda o genin rast gəlmə tezliyi olacaq 0,5. B-ni bizə verib 0,2. A plus B plus O düsturundan 1'ə bərabər edib A'mızı tapanda B'mizin yerinə 0,2, O'muzun yerinə 0,5 qoyub 1'ə bərabər edəndə A'mız burada olur 0,3. Genlərimizi tapdıq. Deyir ki, o zaman bu qəsəbədə A antigenini daşıyan insanların sayı nə qədərdir? A antigenini daşıyır. İkinci qan qrupu AA, İkinci qan qrupu 2A0, üstə gəlsin 4-cü qan qrupu 2AB. Bərabərdir. AA-mız 0,3 vurulsun 0,3. Üstə gəlsin 2 vurulsun. A-mız 0,3, O-muz 0,5. Üstə gəlsin 2 vurulsun. A-mız 0,3, B-miz 0,2. Bu da eləyir. Ne kadar? Tam %6, tam %30, 36. Bu da 10, 13'ü. Eləmir.
Sperm %9, sperm %39, bu da sperm %12. Deməli, sperm %51 ehtimaldır bu. Faizi çevirəndə 100-ə vuruq, bu olur 51%. İndi biz buradan tənasümüzü qıracağıq. 4000 nəfər 100%dirsə, 51%-ə x-dir. X da bərabərdir. Nədir? 2040 nəfərə. Cavabımız olacaq. Nə variantı? Y variantı. Belə, əzizlərim, bu dəfəki test izahımızdan bu qədər. Sağ olun, Allah'a emanet olun.